Salam, bugünkü izahımız olacaq 9-cu sinif Azərbaycan tarixindən 13-cü paragraf. Deməli, Azərbaycan ümumiyyətlə 1-ci Dünya müharibəsi illərində bildiyimiz kimi bax dünyanın yenidən bölüşdürülməsi, yeni xammal mənbələri əldə etmək, satış bazarları uğrunda mübarizə. Burada hərbi siyasi bloklar var idi. Hansı ki, Antanta, İçlər İttifaqı, sonra da Dövlətlər İttifaqı olmuşdu. Onlar arasında ziddiyyətləri daha da genişləndirir, daha da artırır. Ona görə də 1914-cü ildə deməli dünya müharibəsi başlayır. Hər iki blokun işğalçılıq planları var idi. Hər iki blokun planında da həm Şimali Azərbaycan, yəni işğalçılıq planlarında həm Şimali Azərbaycan, həm də Cənubi Azərbaycan xüsusi yer tuturdu. Bu türkçülük, İslamçılıq ideyaları hansı ki Çar Rusiyasının müstəmləkə siyasətinə qarşı siyasi mübarizəni genişləndirib, yəni artıq burada siyasi mübarizənin daha da genişlənməsinə səbəb olur və Osmanlı məqsədlərindən biri də burada Turançılıq ideologiyasının həyata keçirilməsi idi. Deməli, Osmanlı Şimali Azərbaycanın həm də ki bu türk müsəlman xalqlarının yaşadıkları ərazilərə öz nümayəndələrini göndərirdi. Onlara Çar Rusiyasına qarşı mübarizə aparmasına kömək edirdi. Müəyyən addımlar atırdı ona görə. Və Osmanlı'nın hərbi naziri də bilir ki, Ənvər Paşa da yəni Qafqazda döyüşləri böyükmüş bəsləyirdi. O hətta Xəzər sahillərinin Rus qoşunlarını azad etmək istəyirdi. Bunun üçün müəyyən addımlar atmışdı. Amma 1914-15-ci illərdə bilirsiniz də Sarıqamış döyüşündə Türk ordusu böyük itkilər verir, məğlub olur. Hətta bunda əslində qalsa bu məğlub olma səbəbi odur ki, bax deyirik ki 14-15-ci, yəni 14-ün sonu 15-in əvvəlidir də, qış aylarına düşür. Həmin vaxtda yəni baxma orada Ruslar bu Slavyanlar bu iqlimə öyrəşiblər. Onlar üçün çətin deyil. Amma orada türk əsgərləri çoxsu elə donaraq ölür. Bir də texnika zəifliyi də, yəni bunların məğlubiyyətinə gətirib çıxartdı. Və bundan sonra da Rus qoşunları elə Təbrizi tutdu. Yəni Osmanlı hərbi hissələri Cənubi Azərbaycandan artıq çıxarıldı. Və deməli 1-ci Dünya müharibəsi illərində də elə Azərbaycan Osmanlının yaxınlaşmasına müəyyən amillər kömək olmuşdu. Bu amillərdən ən mühüm amillərdən biri də bu Şərqi Anadolunun Çar Rusiyası tərəfindən işğalıdır. Hansı ki burada da ermənilər türk müsəlmanlarına əhaliyə qarşı soyqırım törətmişdi. Yəni bu amillər səbəb olmuş ki, Azərbaycanla Osmanlı yaxınlaşsın. Və Şimali Azərbaycanda fəaliyyət göstərən xeyriyyə cəmiyyətləri var idi ki, hansı ki onlar da bölgədə zərər çəkən əhaliyə yardım göstərməyə çalışırdı. Rusiya buna mane olurdu. Bu qardaş kəməyin təşkilatlarından biri də elə Məmməd Əmir Rəsulzadə olmuşdu. Hətta buna görə də həbs olunmuşdu Məmməd Əmir Rəsulzadə. Sonra indi bizimkilərdən müharibədə iştirakında əslində qalsa bizdə hərb stillərini unutturmaq üçün əvvəlki mövzularda da demişdim. Bizi hərbi xidmətə çağırmadılar. Bilirsiniz də 1874-cü ildə hərbi islahat keçirilir. Orada deyir ki, ancaq Slavyanları orada hərbi mükəlləfiyyət daşıyacaq. Ancaq Slavyanlara aiddir bu. Qeyri-Slavyan əhali bunu etmirdi. Amma sonra bizdən də 1887-ci ildən də hərbi mükəlləfiyyət yerinə getirmədiyimiz üçün bizdən hərbi vergi almağa başlayırlar. Və buna görə də biz 1-ci Dünya müharibəsində demək olar ki, yəni hərb sirlərini bizdən unutturmağa unutturmuşlar. Ancaq bizdən ali zümrə demək olar iştirak edir. Və ali müsəlman sirki idi iştirak edən, hansı ki, sırf hərbi təhsili olanlar idi. Amma yenə deyirəm, bunlar inanmırlar, yəni Osmanlı ilə cəbhəyə bizi göndərməyə. Çünki onlar bilirdilər ki, silahı tərsinə çevirə bilərik. Müsəlmanlara inanmırdı. Ona görə də Qafqaz cəbhəsində yəni yalnız erməni bir də gürcə hərbi hissələri yaratmışdılar. Sonra indi dedik ki, ali zümrədən iştirak edənlər var idi. Onların bir onlar haqqında məlumat verim. Birinci Əlağa Şıxlinskidən deyim. Əlağa Şıxlinski Rus ordusunun artilleriya general-leytenantı olmuşdu. Peterburqun toplarla müdafiəsini o təşkil etmişdi. Eyni zamanda Rus artilleriyasının tanrısı olmuşdu. Və deməli, hətta ordu komandanı da olubdu bu Əlağa Şıxlinski. Ümumiyyətlə, artilleriya ilə bağlı deyilən əksər şeylər, belə yadda saxlayın ki, Şıxlinskiyə aiddir. Sonra Səməd bəy Mehmandarov. Səməd bəy Mehmandarov, bununla bağlı Loduzə mədəsi də var. Düzdür, indi yeni dərsliklərdə yoxdur. Yəni 9-cu sinifdə yoxdur, 11-də sözünüzü hələ tam nəzərə getirməmişəm, 9-cu sinifdə yoxdur. Deməli, Qərb cəbhəsində diviziya komandanı olur bu. Onun başçılıq etdiyi diviziya 1914-cü ildə hansı ki, Polşa Alman qoşunlarını məğlub edir və burada da ki, yəni
mühasirəyə düşməkdən xilas eləyir də, yəni Rus ordusuna. Buna görə də ona tam artilleriya general rütbəsi verilmişdi həmin bu qəhrəmanlığa görə. Sonra o 1915-ci ildə Müqəddəs Georgi silahı ilə təltif edilmişdir. O da Birinci Dünya müharibəsi illərində bu mükafata layiq görülmüş ilk yeganə müsəlman idi. Sonra Çarın yeganə müsəlman yavəri oldu Hüseyn xan Naxçıvanski. Sonra ordu qərargahında hansı ki bu döyüş əməliyyatları xəritələrinin hazırlanmasında İbrahim Ağa Vəkilov, ümumiyyətlə topografik deyəndə yadımızda İbrahim Ağa Vəkilov düşdü. Həmişə müsəlman yavər deyəndə Hüseyn xan Naxçıvanski, artilleriya deyəndə Əlağa Şıxlinskidir. Mehmandarov bir neçə, yəni onun mükafatları vardı. Mehmandarov da belə yadımızda qalsın. Sonra ilk Azərbaycanlı hərbi təyyarəçi Fərux Ağa Qayıbov oldu. Deməli o da öldükdən sonra Müqəddəs Georgi ordeni ilə təltif almışdı. Sonra bax bu müharibə dövründə baxın xüsusi vurğulayıram. Ərəfəsində yox, testlərdə də ya da ərəfəsində bəzən çaşdırırlar. Bu Birinci Dünya müharibəsi illərində Azərbaycanlılardan ibarət Tatar süvari alayı yaradılmışdı. Sonra əksəriyyəti təsir edək. Təbii ki, hər şey müharibəyə xidmət edir, müharibənin xidmətində olur. Amma Rusiyada çıxarılan neftin elə böyük əksəriyyəti Bakının payına düşürdü. Hər bir zavodlar, fabriklər yəni arxa cəbhə rolunu oynayır və ancaq müharibə üçün hərbi sifarişləri yerinə yetirirdi. Yəni ancaq hərbi sifarişlər istehsal edildi. Sifarişlər üçün lazım olan məhsulları istehsal edildi. Hətta Gədəbəydə hərbi sifarişlər misəritmə zavodudur da bilirsiniz. Orada da hərbi sifarişlər yerinə yetirildi. Amma ona burada çalışan fəhlələrə, qeyri-müsəlman işçilərə hərbi sifarişlərə görə yəni xidmət möhləti də verilmişdi onlara. Sonra Cənubi Azərbaycan müharibədə. Əslində olsa Cənubi Azərbaycan, yəni Qacarlar dövləti müharibə başlayanda özünü bitərəf elan etdi. Amma yəni ərazisi bunun ərazisi müharibə meydanı çevrilmişdi. Eyni zamanda Cənubi Azərbaycanda. Bilirik ki, 1914-cü ilin axırlarında Osmanlı ordusu Cənubi Azərbaycanın bir çox hissəsini tutmuşdu. Amma Sarıqamış əməliyyatından sonra bilirik ki, onlar çıxarılır. Yəni Alman-Türk blokunun hərbi planı pozulur. Burada Ruslar gəlir. Ondan sonra fevral inqilabından sonra da buradan Rus ordusu çıxarılır. Yəni Qacarların ərazisini tərk edir. Amma bundan sonra ermənilər həm Ruslardan, həm də İngilislərdən aldıqları silahlarla müsəlmanlara qarşı qırğın törədirlər, soyqırım törətdilər. Bunun da ən dəhşətlisi Urmiya şəhərində olmuşdu. Bu da yəni 1918-ci il mart ayında 21 olmalıdır, martın 21-i. Bu da tarixə Urmu bəlası kimi daxil olmuşdur. Bu qədər, sağ olun.